Hacıyev Maliş Ağakərimoğlu. Mən buradan ölkə başçısına səslənirəm və Kərəm müəllimə səslənirəm ki, xahiş edirəm Kərəm müəllim, bu Cəlilabadda Əlyağa Şifrinski küçəsidir bura. Ondan xahişim odur ki, yəni bu əlillər evi olduğuna görə həm Gernalın küçəsidir bura, həm də Qazinin küçəsidir. Yağış olanda bura pis gündə. Buradan elə bir 100 metr yoxdur, yol yoxdur. Qəbirstanlığa qədər qır çəksinlər. Asfalt eləsinlər ki, rahatçılığımız olsun da. Yağış yağanda pis gündə, batıb pis günə qalır. Mən Kərəm müəllimdən xahiş edirəm ki, rayon rəhbərliyinə tapşırılsın. Bu illər indi qır çəkiləndə, yəni bunu yaddan çıxartmaq. Da 5 ildir mənə deyirlər bu illəri yox gələn. Heç olmasa mənim də uşağımın üzü gülsün ki, şəhidlərimizə Allah rəhmət eləsin, çəkilib. Heç olmasa bunun da yolu çəkilsin. Bu evdən çölə çıxanda bilsin ki, mən də varam. Məni də saydılar ki, yəni düzəltdilər yolu. Çünki bu adam mediada yoxdur. Çəkilişlərdə yoxdur bu adam. Yəni bu adam xoşlamır elə bir şeydir. Çünki durumu ağır olduğuna görə də Dəməşqağın dərmanı yaşadığına görə də elə bir şeydir. Bunu bu dəqiqə elə yaşayır ha, yaşamasa yaxşıdır. Mən Kərəm müəllimdən xahiş edirəm ki, bura bir nəzər eləsin.